təxminənin yerində istəməzsə, heç kəs istəməz olmaq, amma hardasa talelərimizdə nəsə bir, o da bir boşanmış qadın obrazında. Zamanında ailəm dağılanda mənə də belə bir şey lazım, boşanmış, hətta belə bir titul, boşanmış əməkdar artist. Belə oxum. Baxırdım, dedim, ilk dəfədə mən nə eşindirdim. Bəlkə tituldur, mən xəbərim yoxdur orada. Yəni, həmin anlarda belə, indinin özünə kimi də var belə bir şey ki, əgər boşanmışdırsa bu qadın, yəni bununla qeyri-rəsmi bir münasibət qurmaq olar. İncidir adam, əlbəttə incidir. Çox incidir. Və təxminəni anlayıram bir qadın olaraq. Amma təxminənin taleyinin deyim ki, başqa cürə ola bilərdi. Onu da deməyə biraz çətin. Əslində yazıçılar çox böyük əsər yazıb. Niyə o bugünkü günə qədər baxın 50 ildə yazılıb. Aktuallığını itirmir. Çünki cəmiyyət, çünki reallıq hələ də dəyişməyib. Hələ də dəyişməyib. Hələ də dəyişməyib. Bax bu gün mən dediyim kimi o iki övladı böyüdürəm. Mən düz istəmərəm əziyyət çəksinlər, amma arzunu, məqsədi qoyubsa qarşısına, mən çox istəyirəm o əziyyətlərlə ona getsin çatın. Zəhmət, əziyyət yox, zəhmət çəksin. Ki o əldə elədiyi uğrunda qədrini bilsin. Zaur üçün hər şey asan gəlmişdi. Təxminə ilə bizim məsəl üçün cəmiyyətdə bilirsiniz ki, evlənənə qədər, yəni qadınlar ailə qurana qədər belə yoxdur, getsin ki, qeyri-rəsmi kimlərsə yaşasın. Zaur elə gəlirdi ki, yəni onun həyatınca belə asan başa gələcək. Bilirsiniz ki, onlar təxminəni qeyri-rəsmi yaşayırdılar və yəni belə baxanda dəhşətli bir şey də deyildi ki, bu subay adam, o da ki boşanıb, subaydı, azad insanlardır. Və bunların belə məhəbbətinə, biri evli olsaydı deyərdim ki, hə də bu düzgün bir şey deyildi burada. Amma bunların belə məhəbbətinə cəmiyyət böyük bir dastanlar qoşdu.